Əsas məsələlərdən biri də bizdə sığorta problemi, tibbi sığorta problemi daha doğrusu. Bu gün bir çox xəstələr sığortadan istifadə edə bilmir. Mən açıq deyirəm. İstifadə edə bilmirlər. Xəstə gedir, bəzi xəstəxanalar deyir ki, bizdə sığorta yoxdur. Nəyə görə yoxdur? Məsələn, bu dövlət sığortanı ona görə yaratdı ki, heç olmasa kasıb insanlar bu sığortadan yararlana bilsinlər. Nəyə görə? Baxın, mən bir xəstəxananın adını çəkəcəm burada. Çünki mən şahidi oldum bunun. Necə olur ki, Pirallahı Tibb Mərkəzində xəstələrin müayinə və müalicəsi sığorta yolu ilə aparılır. Şəxsən mən orada 3-4 dəfə oldum və ora xəstə apardım. 15 yaşında bir qız uşağı, gözünün biri anadan gəlmə görmür, ikincisi sonradan 1% görmə qabiliyyəti var. 1%. Və gəzmədiyi xəstəxanalarda qalmıyor. Hamısı pula görə o insanları kasıb bir ailədə. Ana da epilepsiya xəstəsi, ata da ki günəmuz işləyən bir insandır. Onun bunun yanında 5-10 manata işləyən bir insandır. Pulu olmadığı üçün sığortanı bugün saya salmadıqları üçün o bəzi həkimlər, bəzi xəstəxanalar. Bax, bu kimi insanlar əziyyət çəkir. O uşaq 15 yaşında qız uşağı. Gələcəyin bir anası niyə görə əziyyət çəkməlidir? Niyə görə getdikcə onun vəziyyəti daha da ağırlaşmalıdır? Hələ söhbət bundan gedir. O uşağı mən apardım Pirallahı Tibb Mərkəzinə müayinə eləməkdən. Və elə fürsətdən istifadə eləyib buradan Pirallahı Tibb Mərkəzinin həkimi, savadlı, təcrübəli həkimi Azər Zeynalova və bir də onun köməkçisi var, o da Şirzad bəy. Buna mən öz təşəkkürümü bildirirəm. Şəxsən özləri, düşün, tək mənə görə deyil. Mən orada hardasa 2 saata yaxın qaldım və 2-3 dəfədir, 3 ya 4 dəfə mən o xəstəxanaya getmişəm, xəstə aparmışam. Və mən dəfələrlə şahid olmuşam ki, özləri düşürlər qabağa. Sığorta kağızı hazırlanır orada. Yəni sığorta, indi özləri, həkimlər özləri bilir də orada nə etmək lazımdır. Hər şey sığorta qaydaları ilə xəstələr orada, yəni mən gördüklərimi danışıram. Bəlkə də kimsə narazılıq edə bilər, amma mən faktli bunun şahidi oldum ki, Pirallahı Tibb Mərkəzində həkimlər özü düşdü qabağa. Sığorta deməli, sığorta yolu ilə xəstələrin müayinə və müalicəsi həyata keçirilir orada. Və insanlar da ora gedəndə də inamla gedir, oradan çıxanda da inamla. 2 saata yaxın bu uşağın orada müayinəsi davam edir. Bir neçə aparatlardan keçirildi, bəli, təyin olundu. Uşağın gözü kataraktadır, əməliyyat olunmalıdır və linza taxılmalıdır. Amma çox təəssüf eləyirəm ki, bax, o cür xəstəxanada əməliyyat eləyən həkim yoxdur ki, elə o xəstəxananın özündə şərait yoxdur ki, elə o xəstəxananın özündə də əməliyyat işləri aparılsın. Nəyə görə orada sığorta vətəndaşlar üçün keçərlidir, başqa xəstəxanalarda keçərli deyil. Neftçilər xəstəxanasına valideynləri aparıblar həmin o uşağı. Həmin o uşağı aparıblar ora, orada deyiblər ki, yox, bizdə sığorta yoxdur, bəs əliz cibizdə olsun. Uşaq yenə də əziyyət çəkir. Və ondan sonra mən getdim neftçilər xəstəxanasına. Şəxsən özüm getdim. Baxaq görək burada sığorta var, yoxsa yoxdur. Bəli, getdim, mənə orada bir çek verdilər. Həkimin müayinədən keçmək üçün bir çek verdilər mənə. Və çeki alandan sonra baxdım ki, çekin aşağı hissəsində yazılır ki, deməli, hər bir xəstənin müayinəsi üçün sığorta tərəfindən 25 manat xəstəxanaya ödənilir. Həmin çek məndə də buraya. Lazım olsa, mən o çeki təqdim edə bilərəm. Bəs yaxşı, sığorta yoxsa, bu çekin aşağısında bu niyə yazılmalıdır? Demək, sığorta var. Sığortanı bu dövlət çıxarıb ki, kasıb təbəqənin insanları heç olmasa yararlansınlar. Amma nəyə görə bugün həyata keçirilmir? Niyə insanlar əziyyət çəkir? Bəzi həkimlərə görə insanlar kör də qalır, şikəst də qalır. Həyatı normal şəkildə davam edə bilmir.